Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, hazırda dünya bazarlarında qızılın qiymətində artım müşahidə olunur və bir məqamda qeyd edeyim ki, indiki məqamda əmtəə bazarlarında qızılın qiyməti 4600 dollardan çox, yəni bu civarda ticarət olunur. Eyni zamanda hazırda bilirik ki, dünyanın müxtəlif istiqamətlərində geosiyasi vəziyyətlə bağlı qarışıqlıq müşahidə olunur. Qlobal ticarət bazarlarında da, ticari bazarlarda da geosiyasi və eyni zamanda makroiqtisadi baxımdan gərginlik hökm sürür və təbii ki, bütün bu baş verənlər iqtisadiyyata təsirsiz ötüşmür və elə dünya bazarlarında qızılın hazırki müşahidə olunan qiymətində olan göstərici də vəziyyətin nə yerdə olduğunu elə bir növ göstərmiş olur. İndiki məqamda bu nə ilə əlaqəlidir və hazırda elə bizim ölkəmizdə də yerli bazarlarda da qızılın qiymətində irəliləyən dövrdə biz bu dünya bazarlarında baş verən olduğu kimi artım müşahidə edə biləcəyikmi? Bununla bağlı informasiyanı və vəziyyətin təfərrüatlarını qonağım iqtisadçı Elçin Rəşidovdan əldə edəcəyik. Xoş gördük Elçin bəy. Suallarımıza cavabı sizdən eşidək. Evet, siz qeyd elədiyiniz kimi dünyada geosiyasi risklər, bu gərginliklər artır. Bilirsiniz, Venezuela, İran ətrafında, Grenlandiya ətrafında və bunun hətta ola bilsin ki, zəncirvari başqa ölkələrə ötürülmə ehtimalı var. Və belə bir ehtimalı nəzərə alaraq investorlar deyək ki, bu bizneslərin gələcəkdə ümumiyyətlə qarşılıqlı ticarətlərin və s. soyuyacağını qabaq ehtimal edib, öz investisiyaların bir hissəsini götürüb qızıl kimi yastıqlara qoyurlar. O cümlədən dünyada mərkəzi banklarda qızıl yastıqlarını artırırlar belə bir müddətdə. Yəni bu da qızıla olan tələbatı artırır və qızıla olan tələbatın artması fonunda biz qızılın qiymətinin qalxacağını müşahidə edirik. Gələcəkdə, yəni bu əslində yaxşı xəbər deyil, çünki bu o digər tərəfdən bizneslərə qoyulan investisiyaların azalmasını və ümumiyyətlə artman tempinin azalmasını, geriyə gedə biləcəyini və s. belə yəni belə bir ehtimallar yaradır. Bu baxımdan ümid edirik ki, gələcək səbəb nəticə ardıcılığı, yəni bu dünyadakı geosiyasi gərginliklərdir. Onlar azalarsa, yəni bizneslərin əvvəlki fəaliyyəti davam edərsə və investorlar da bu ehtimal nəzərə alıb, yenidən bizneslər qızıldan çəkib deyək ki, investisiyalarını bu bizneslərə qoyacaqlar, bu iqtisadi fəallığı artıracaq. Bəs bizim yerli bazarlarda irəliləyən dövrdə nə müşahidə ediləcək, yəni necə bir vəziyyət görəcəyik biz? Eyni zamanda yerli bazar dedikdə Azərbaycan həm də bu neft qiymətlərinə həssasdır. Geosiyasi risklər neft qiymətlərini də artırmağa, yəni belə bir xüsusilə də İran ətrafında baş verənlər İran körfəzinin bağlanmasına gətirib çıxara bilər və orada təkcə İran deyil, başqa deyək ki, körfəz ölkələrin tankerlə daşınan, boru kəmərinə yəqin çox təsir eləməz, tankerlə daşınan neftinə təsir edər və bu da təbii ki, artıq neftin belə bir ehtimalın olması artıq neftin qiymətini qaldırıbdır və o amma daha çox qaldıra bilər. Hətta 2 dəfəyə qədər qaldıra bilər. Təşəkkür edirəm informasiyaları bizdən paylaşdığınız üçün və elə aydın oldu ki, dünyada baş verən bütün bu proseslər hamısı iqtisadiyyata, yəni birinci növbədə iqtisadiyyata təsir göstərir və bu da yəni iqtisadi baxımdan risklər yaradır ki, yəni bu fürsətdən də investorlar istifadə edir, daha çox qızıl alışına və yaxud da digər yəni metalların yəni alışına yönəlirlər və belə olan halda da qiymət, yəni tələbat çoxaldıqca qiymət də eyni zamanda artmış olur. Əldə etdiyimiz informasiyaları çatdırmağa çalışdıq. Söz yerində sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatı ötürdüyünə görə.